Bakı Mühəndislik Universiteti yaxınlığında 51 kvadrat metrdən ibarət Kupçalı mənzil təqdim edirəm sizlərə. Mənzilimizin mətbəx hissəsindən çəkilişə başladıq. Baxın, belə bir mətbəx hissəsi var. Mətbəx mebeli ilə təchiz olunub. Bina tam yaşayışlıdır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Sənəd Kupçadır. Dəyərli izləyicilər, binamız 8 mərtəbədən ibarətdir. Mənzil yerləşir 2-ci mərtəbədə. Binada sürətli lift işlək vəziyyətdədir. Bu hissədə yerləşir belə bir gözəl, səliqəli qonaq otağımız. Mənzildə quraşdırılıb kombi, mətbəx mebeli, radiatorlar hər biri hazır şəkildə. Video təqdimatda gördüyümüz bütün əşyalar mənzilin daxilində qalacaq. Keçirik mənzilin əsas giriş qapısına. Girişdən daxil olarkən belə bir kiçik dəhlizimiz var. İnternet xəttinə qədər hər biri quraşdırılıb, hazır vəziyyətdə. Sanuzelin bütün aksesuarları qoşulub, metlaq olan hissələr hər biri isti döşəmədir. Xırdalan şəhərində yerləşir. Bakı Mühəndislik Universiteti yaxınlığı 8 mərtəbəli binanın 2-ci mərtəbəsində. Bu hissədə yerləşir belə bir gözəl, səliqəli yataq otağı. Qeyd etdiyim kimi təqdimatda olan bütün əşyalar mənzildə qalır. Və yataq otağından çıxırıq eyvan hissəyə. Kombi quraşdırılıb bu ərazidə. Əla təklifdir. Bu mənzili siz biznes məqsədi ilə də əldə edib günü bu gün 400-450 manata kirayə verə bilirsiniz. Mühəndislik Universiteti yaxınlığında yerləşdiyi üçün bu ərazidə kirayəyə tələbat çox böyükdür. Yəni tələbə kütləsi bu ərazidə çoxdur, həddindən artıq. Mənzilin sənədi Kupçadır. Alıb dərhal köçüb yaşaya bilirsiniz. Bütün kommunallar fasiləsizdir. Dəyərli izləyicilərim, 050 521 41 88 nömrəmizdir. Əlaqə saxlayırsınız. Bu və ya digər elanlarımız barədə tam ətraflı məlumat alırsınız. Sizin də satışda əmlakınız, mülkünüz varsa bizə müraciət edə bilərsiniz. Bir daha baxırıq belə bir gözəl qonaq otağı. Bu hissədə geniş bir mətbəx. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi YouTube kanalından izləyirsiniz. TikTok və Instagramda da səhifələrimiz var. Qeyd etdiyim kimi, sizin də satışda əmlaklarınız varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.